Və qısa olaraq bunu qeyd edim ki, uluhiyyət tövhidi dedikdə ibadət tövhidi. Yəni Allahı ibadətdə təkləşdirmək. İbadət də nədir? Allah Taala'nın sevib razı qaldığı hər bir əməldir. Həm qəlbi, həm zahiri, həm batini. Və bu şeylərdə, yəni ibadət, əgər biz qeyd edirik, əgər bir insan Allahın yaradan olduğunu qəbul edibsə, bu halda o Allahın ibadətin də tək Allaha aid olmağını qəbul etməlidir. Ona görə baxırıq, görürük, Quranda Allah Taala çox vaxt öz rububiyyətdə olan tövhidini uluhiyyətə, tövhidə dəlil kimi gətirir. Ki, yəni əgər Allah sizin yaradanınızdırsa, Allah sizə ruzu verəndirsə, o zaman sən necə Allahı qoyub Allahdan başqasına ibadət edirsən? İbadətdə də hansısa birini başqasına sərf edirsən. Və bunu qeyd edim ki, insan bütün peyğəmbərlər məhz bax bu tövhidi həyata keçirmək üçün, izah etmək üçün gəlmişdilər. Və bu tövhid çox önəmlidir və bütün peyğəmbərlərin öz qövmləri ilə mübarizəsi də məhz bu tövhidə görə olmuşdur. Və bu qədər, yəni çox uzatmaq istəmirəm mövzunu. Yəni bu uluhiyyət tövhidi, bir də bunu qeyd edim ki, uluhiyyət tövhidi la ilahe illallahın mənasıdır. Yəni la ilahe illallahın mənası ki, başqa bir dərsə qulaq atsa, uluhiyyət tövhidi eyni şeydir. Yəni geniş baxmaq üçün digər dərslərimizə inşallah müraciət. Və Allahdan diləyirəm ki, Allah Taala bizi ona tək ibadət edən tövhid əhlindən etsin və Allah Taala bizi şirkdən və şirk əhlindən uzaq eləsin və bizim əməllərimizi ixlaslı etsin və bu qədər. Allah sizdən razı olsun. Keçək sonlara. Çox sağ olun, təşəkkürlər.